Önce onu qeyd edeyim ki, hər bir insanda müəyyən qorxular olur və bu normal bir prosesdir. Və insanın ən böyük qorxusu ölüm qorxusudur. Psixologiyada buna tanatos fobiya deyilir. Ölümdən qorxmaq və bütün qorxuların da kökündə, fobiyaların kökündə məhz ölümdən qorxmaq dayanır. Bəzən belə bir şey görürük ki, deyir ki, mən heç nədən qorxmuram və yaxud nə bilim filan kəs heç nədən qorxmur. Belə bir şey yoxdur. Hər bir insan qorxduğu bir şey var. İnsan o zaman heç nədən qorxmayacaq ki, onun belə deyək də hansısa ağır bir psixiatrik problemi var və yaxud başqa bir problem var ki, o qorxunun fərqində deyil. Yəni, qorxu, belə deyək, normal bir hissdir və dərəcəsində. Qorxu konkret bir şeyə yönələndə artıq bu fobiya olur. Tutaq ki, adam var, qapalı yerə girməkdən qorxur, hündürlükdən qorxur, adam var, həşaratdan qorxur, iynədən qorxur, nə bilim, və s. şeylərdən. Bu artıq fobiya kimi, yəni konkret bir şeyə yönəlir və bu əsas insanın həyat keyfiyyətini aşağı salır. İnsanda narahatçılıqlar, müxtəlif psixoloji problemlərə səbəb ola bilir. Bunun həlli var, əlbəttə var. Əsas məsələ bunu normal bir səviyyəyə gətirməkdir. Yəni, az qorxmaq da bir şey deyil. Normal bir səviyyəyə gətirməkdir. Bunun üçün birinci addım kimi insan fərqində olmalıdır. Qorxu fobiyanı tanımalıdır. Nədən qaynaqlandığını bilməlidir. Bunu özü də aşkarlaya bilər, mütəxəssis dəstəyi ilə. 2. Qorxu ilə üzləşmək. Bu da vacib bir məqamdır. Kiçik addımlar atmaq lazımdır. Və burada hər şeydən öncə insan buna hazır olmalıdır. Bəzən olur, hündürlükdən qorxur, deyir, məni götürdülər, qaldırdılar hündürlüyə, dedi, qorxu ilə üzləş. Əslində, bu doğru bir yanaşma deyil. Öncə insana hazırlamaq lazımdır və hazır olandan sonra kiçik addımlarla ona doğru getmək lazımdır. Çünki bu əks təsiri də göstərə bilər. Və 3-cü bir məqam, əlbəttə ki, burada peşəkar psixoloq, peşəkar mütəxəssis dəstəyi almaqdır ki, bu da həmin bu qorxu fobiyanın tez bir zamanda aradan götürülməsinə təsir göstərir və həyat keyfiyyətimizin artırılması istiqamətində qorxularımızın normal şəkildə olması vacib bir məqamdır.